Qazax Tovuz Regional Təhsil İdarəsi və Tovuz STEM Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunan regional STEM müsabiqəsi uğurla baş tutub. Ümummilli liderin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş müsabiqədə Tovuz, Qazax, Akstafa, Şəmkir və Gədəbəy rayonlarının ümumi təhsil məktəblərini təmsil edən şagirdlər iştirak ediblər. Ümumilikdə 74 komanda seçim mərhələlərini uğurla keçərək final mərhələsinə vəsqə qazanıb və öz layihələrini təqdim edib. Tədbirdə Qazax Tovuz Regional Təhsil İdarəsi, Tovuz, Qazax, Akstafa, Şəmkir və Gədəbəy rayon təhsil idarələri, Tovuz rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı, adı çəkilən 5 rayonun həmkarlar ittifaqları və mədəniyyət idarələrinin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib. Ümummilli liderin və vətən torpaqlarının azad olunması uğrunda canlarından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazax Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov tədbir iştirakçılarını salamlayaraq son vaxtlar görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açıb. O, Qazax Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin finala vəsqə qazanmış komandalarına uğurlar arzulayıb. Yarışdan əvvəl şagirdlər tərəfindən bədii yaradıcılıq nümunələri təqdim olunub. Şagirdlər rəqs ediblər, mahnı oxuyublar, saz çalınıb. Daha sonra müsabiqənin əsas yarış mərhələsinə start verilib. STEM yanaşması müasir təhsilin əsas istiqamətlərindən biri kimi şagirdlərdə yaradıcı düşüncə, analitik yanaşma, problem həll etmə və innovativ bacarıqların formalaşmasına xidmət edir. Bu yanaşma nəzəri biliklərin praktik tətbiqinə imkan yaradır və şagirdləri real həyat problemlərinə texnoloji həllər tapmağa təşviq edir. Regional STEM müsabiqəsinin əsas məqsədi şagirdlərin bu sahələr üzrə bilik və bacarıqlarını nümayiş etdirmək, onların innovativ düşüncə tərzini inkişaf etdirmək, eyni zamanda gələcəkdə respublika və beynəlxalq səviyyəli STEM yarışlarına hazırlıqlarına dəstək olmaqdır. Regional STEM müsabiqəsi ilk dəfədir ki, baş tutur. 74 komanda bugünkü müsabiqədə iştirak edir. Bugünkü müsabiqə STEM Azərbaycan layihəsinin dəstəyi ilə Qazax Tovuz Regional Təhsil İdarəsinin və Tovuz STEM Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutur. Bu müsabiqənin əsas məqsədi nədir? STEM-i məktəblərdə təbliğ etmək. Çünki burada yalnızca STEM tədris olunan məktəblər deyil, həm də STEM tədris olunmayan məktəblərdə iştirak edir. Şagirdlərin bir-biri ilə kommunikasiyasını gücləndirmək, onlarda olan bacarıqları üzə çıxarmaq və STEM Azərbaycan layihəsinin təşkil etdiyi yerli və beynəlxalq yarışlara onların hazırlıq mərhələsinə motivasiya vermək və bu yarışları məktəblərdə təbliğ etməkdir. Yarış çərçivəsində iştirakçılar robot texnologiyaları, proqramlaşdırma, 3D dizayn, dron texnologiyaları, bərpa olunan enerji və rəqəmsal yaradıcılıq kimi müxtəlif istiqamətlər üzrə öz layihələrini təqdim ediblər. Mən Əliyeva Gülay, 6-cı sinif şagirdiyəm. Nəsrəddin Tökə adına məktəb liseydə təhsil alıram. Mən bugün Vidix kateqoriyası üzrə bu yarışa qatılmışam və mən bir çox yarışlarda da, yəni STEM yarışlarında bir çox dəfə iştirak etmişəm. Bu yarışda komandamla bir yerdə bir hekayə, eyni zamanda bir təqdimat etmişik. Bizim mövzumuz isə gələcəyin şəhəridir. Komandamız isə Robot Stars komandasıdır. Biz düşünürük ki, qələbə qazanacağıq. Buradakı bütün komandalara uğurlar diləyirəm. Mən İnci Alıyeva. Yusuf Sadıqov adına Bozalqalını Çantam Orta Ümumi Təhsil Məktəbinin 4-cü sinif şagirdiyəm. Mən bəzi STEM yarışlarında iştirak edib qalib gəlmişəm və bugün isə arxeoloji qazıntılar layihəsi haqqında bu yarışda komanda yoldaşlarım ilə iştirak edirəm. Bütün komandalara uğurlar arzulayıram. Müsabiqənin sonunda qaliblər müəyyən olunaraq 1-ci, 2-ci və 3-cü yerlər üzrə, həmçinin 6 müxtəlif nominasiya üzrə fərqlənən komandalar diplom, medal, kubok və qiymətli hədiyyələrlə tərtib ediliblər. Bu cür tədbirlər regionlarda innovativ təhsil mühitinin formalaşdırılmasına, şagirdlərin texnologiyaya marağının artırılmasına və onların gələcəyin peşələrinə hazırlanmasına mühüm töhfə verir.